Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə Dostluğun Süfrəsi Anadolu səhər yeməyi görüşü təşkil olunub. Anadolunun zəngin səhər yeməyi ənənəsini əks etdirən proqramda paylaşma, qonaqpərvərlik və söhbət mədəniyyətinin önəmi vurğulanıb. Anadolu səhər yeməyinin tarixi və mədəni zəmini aşpaz təqdimatı ilə iştirakçılara çatdırılıb. Aynı kardeşlik bağlarıyla aile sofrasını kurmak istedik. Çaylarımızın sıcak olduğu kadar dostlarımızın, muhabbetimizin, dostluklarımızın da sımsıcak olmasını temenniyle buradan çok değerli öğrencilerimiz, hem de enstitüsü öğrencilerimizin katılımlarıyla Sayın Büyükelçimizin, Birol Bey, Sayın Ufuk Hanım'ın katılımlarıyla burada çok güzel bir anma günü yaptık. Kültürel olarak böyle faaliyetlerimiz devam ediyor. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün və Şimali Kipr Türk Cumhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganir çıxış ediblər. Önemli bir gündür. Bu baxımdan təşkilatçılara təşəkkürümüzü bildiririk. İştirakçıların həm tanıdığımız, həm tanımadığımız Azərbaycandan, Türkiyədən həmkarlarımız bugün burada var və biz gördük ki, insanlar yeni tanışlıqlar və yaxud da qarşıdakı işbirliyi ilə bağlı müəyyən fikir mübadilələri edir. Buna görə də hesab edirəm ki, bu cür yarı qeyri-rəsmi, yarı rəsmi bu cür tədbirlərin keçirilməsində də fayda var. Səfir Birol Akgün çıxışında Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın mədəni aspektlərinə diqqət çəkib. Bildirib ki, bir millət, iki dövlət prinsipi əsasında hərəkət edən Azərbaycan və Türkiyə siyasət, iqtisadiyyat, diplomatiya və digər sahələrdə vahid mövqedən çıxış edirlər. Bu birlik isə ortaq dəyərlərimizin və qarşılıqlı etimadın bariz nümunəsidir. Səhər yeməyi süfrəsi arxasında bir yerə toplaşmaq çox maraqlı formatdır və bu Türk millətinin adət-ənənəsindən, mədəniyyətindən irəli gələn formatdır. Ona görə eyni zamanda həm işgüzar tərəfi var, həm də bir doğmalıq, bir mənəvi tərəfi var. Məncə belə formatların inkişaf eləməyi iki ölkənin ictimaiyyətlərinin həm media sahəsində, həm işgüzar sahələrdə daha çox qaynayıb qarışmağına böyük töhfə verə bilər. Səfir çıxışında Bakı Yunus Əmrə İnstitutunun Türkiyə ilə Azərbaycan arasındakı mədəni qarşılıqlı əlaqələrinin gücləndirilməsinə yönəlmiş fəaliyyətlərini davam etdirdiklərini diqqətə çatdırıb. Qeyd edək ki, Anadolunun zəngin mətbəx mədəniyyəti ilə bağlı təqdimat da bu qəbildəndir. Yunus Əmrə İnstitutu əsasən dünyada türk dilinin tanıdılması, fəaliyyətinin genişləndirilməsi ilə məşğul olur. Bu baxımdan düşünürəm ki, burada Azərbaycanın tanınmış media nümayəndələri iştirak edir. Onlar da bu qurumun fəaliyyəti haqqında daha geniş məlumatlar alırlar. Mən hesab edirəm ki, bu cür görüşlər iki ölkənin media nümayəndələri arasında əməkdaşlığı daha da artırmağa və informasiya mübarizəsində ortaq məxrəcdə, ortaq trayektoriyada hərəkət etməyə kömək edəcək. Birol Akgün 2026-cı ilin həmçinin birinci Türkoloji Qurultayın 100 illiyi ilə əlamətdar olduğunu, bu münasibətlə müxtəlif tədbirlər və proqramların həyata keçiriləcəyini də diqqətə çatdırıb. Bu il dil və mədəniyyət sahəsində ortaq irsimizin ön plana çıxarılması, eləcə də ortaq əlifba məsələsi ilə bağlı siyasi iradənin ifadə olunması baxımından son dərəcə əlamətdar bir dövrdür. Türk dünyasının müxtəlif ölkələrindən olan alim və mütəxəssislərin iştirakı ilə mühüm elmi və mədəni platforma formalaşdırılacaq deyə Birol Akgün əlavə edib. Ceyhun Cəfərli Elçin, Şuşalı, Qafqaz TV üçün.